Esselamu Aleyküm və Rəhmətullah. Məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Hicri qəməri təqviminin Şəvval ayını yaşayırıq və bu ayın 25-i məzhəb rəhbərimiz, 6-cı imamımız Həzrət İmam Cəfər Sadiq əleyhissalamın şəhadət günüdür. Bu münasibətlə başda zamana imamı Həzrət-i Hüccət Əcəlallahu Fərəcəhu Şərif olmaqla bütün müsəlmanlara, bütün haqq-sevər insanlara, bütün əhl-i-beyt dostlarına bu hüzünlü, qəmli bir gün münasibəti ilə təsliyyət ərz eləyirəm. Allah mütəal o həzrətin dünyada ziyarətin, üqbada şəfaətin bizlərə nəsib eləsin inşallah. Həzrət İmam Cəfər Sadiq əleyhissalam Əhl-i-Beyt məktəbi Şiə məzhəbinin məzhəb rəhbəri olaraq tanınıb və bizim məzhəbimiz də heç təsadüfi deyil ki, Cəfəri məzhəbi adlanır. Niyə görə bizim məzhəbimiz Cəfəri məzhəbi adlanır? Niyə bu məzhəbə Cəfəri məzhəbi deyirlər? Çünki İmam Cəfər Sadiq əleyhissalam elə bizim 6-cı imamımızdır. 6-cı imama qədər bizim imamlarımız var idi və Həzrət Əli əleyhissalam var idi və Həzrət Peyğəmbər Əkrəm var idi. İmamlarımızın dönəmləri bilirsiniz ki, çox fərqlidir və çox keşməkeşlidir. Zamanlar fərq eləyib. Hər dəfə bu mövzuda danışmışıq. İmamlar sanki bir insandır, belə təsəvvür eləsək, onların yaşadığı zaman, dövr, məkan fərqli idi və onlar fərqli tərəflərindən görsənə bilirdi. Amma belə düşünsək ki, elə bir imamı nəzərə alsaq, bir imam yaşayıb bu illər ərzində, biz elə eyni imamı Həzrət Əli əleyhissalamın dönəmində, Həzrət Əli əleyhissalamın gördüyü işlərlə görəcəkdik. Həmin imamı İmam Həsən əleyhissalamın dönəmində sülh bağladığını görəcəkdik. Həmin imamın İmam Hüseyn əleyhissalamın dönəmində inqilab eləyib Kərbəla hadisəsində o şücaətini görəcəkdik və sair imamların da dönəmində eyni imamı biz eyni fərqli səhnələrdə görəcəkdik. Və İmam Cəfər Sadiq əleyhissalamın dönəmi elə bir dönəmi idi ki, Əməvi və Abbasi sülalələri hakimiyyət üzərində böyük bir mübarizəyə qalxmışdılar. Ki, bu hakimiyyət buna görə deyirəm ki, çünki burada məsələ artıq xilafət deyil idi. Burada məsələ tam, zahir, aşkar şəkildə bunlar hakimiyyət davası aparırdılar. Necə ki, Əməvilər uzun dönəm o hakimiyyəti əllərində zəbt elədilər, qəsb elədilər və insanlara və dinə böyük bir xəyanətlər elədilər. Ondan sonra da Əbbasilər qalxdılar, istədilər ki, o hakimiyyət kürsüsünü öz əllərinə cəlb eləsinlər, öz əllərində bərqərar eləsinlər. Belə bir zamanda iki böyük gücün arasında möhkəm bir mübarizə başladı. Və həmin mübarizədə təsadüf elədi İmam Baqir əleyhissalamın dönəminə və əsasən də İmam Sadiq əleyhissalamın dönəminə. Yəni, İmam Baqir əleyhissalamın dönəmindən başlamışdı artıq bu hadisələr və bu imamlarımız bu hadisələrdən yaxşı mənada istifadə etdilər. Belə bir zamanda artıq müsəlmanların, İslamın məktəblərini təsis elədilər, indiki dillə desək, universitetlərini təsis elədilər, insanları cəlb elədilər və başladılar İslam maarifini insanlara çatdırmağa. Və eyni zamanda uzun bir dönəm ki, hədislərin yazılmasına qadağa qoyulmuşdu Əməvilər dönəmində, deyirdilər ki, hədis yazmaq olmaz. Hədisi qadağan eləmişdilər, deyirdilər kəfana kitab-Allah. Allahın kitabı kifayətdir, Allahın kitabı ki, əlimizdədir, da bizim hədisə ehtiyacımız yoxdur. Və bu gün də həmin zehniyyət davam edir. Bəzi cərəyanlar var ki, deyirlər ki, Allahın kitabı olan yerdə bizim hədisə nə ehtiyacımız var? Ki, bunların da kifayət qədər məntiqlə, dəlillə, əqli və nəqli dəlillərlə cavabları verilib ki, Quran-ı Kərimdə o qədər bizim ayələrimiz var ki, hədis olmasa o ayələri
izah etmək, başa düşmək, anlamaq qeyri-mümkündür. Quran-ı Kərim deyir ki, malınızın zəkatını verin. Amma zəkat necə verilməlidir? Mütləq hədisə sən istinad eləməlisən. Malınızın xumsunu verin. Necə verilməlidir? Necə hesablanmalıdır? Namazınızı qılın, necə qılınmalıdır? Bunlar hamısı neyniyir? Hədislərə istinad edir. Çünki bunları gəldi Peyğəmbər Əkrəm izah elədi və məsum imamlar izah elədi ki, onların da kəlamı hədisdir. Bu hədislərin yazılmasına ki, qadağan olunmuşdu İmam Cəfər Sadiq əleyhissalamın dönəmində bu hədislərin yazılmasına fürsət oldu. İmam Sadiq əleyhissalam bu dini, bu məktəbi yazılı şəkildə artıq təsis etməyə başladı. İmamın o universitet ki, təsis eləmişdi, o mədrəsə ki, təsis eləmişdi, orada 4000-dən çox tələbə var idi və o tələbələrin də içində çox böyük dövrünün alimləri yetişmişdi. Çox böyük Cabir ibn Həyyanlar yetişmişdi, çox əzəmətli alimlər yetişmişdi. İstəyir dünya elmləri orada təsis olunurdu, istəyir dini, fiqhi elmlər orada təsis olunurdu. Və İmam Cəfər Sadiq əleyhissalam həm də tək bu məzhəbin rəisi, rəhbəri deyil. Eyni zamanda Əhl-i Sünnə məktəbinin 4 məzhəbi ki var, onlara da birbaşa və yaxud dolayısı ilə Həzrətin elmi cəhətdən təsirləri var. Çünki o məzhəbləri yaratmış imamlar ki, Maliki, Hənəfi, Həmbəli və Şafii, onların ikisi birbaşa İmam Sadiq əleyhissalamdan dərs alıblar, bəhrələniblər, elmi ondan əxz eləyiblər. Sonra indi əqidəvi fərqlilikləri yaranıbsa, bu da onların öz məsələsi olub. Amma elmin əsasını Həzrətdən əxz eləyiblər. Və o ikisi də onların tələbələrindən, imamın tələbələrindən elm əxz elədiyinə görə, ona görə İmam Cəfər Sadiq əleyhissalam bütün məzhəblərin elm mərkəzidir. Bir nümunə olaraq onlardan mən deyərdim, Həsən ibn Ziyad bunu nəql eləyir, deyir Əbu Hənifə. Əbu Hənifə Hənəfi məzhəbinin rəisidir. Deyir, mən ondan soruşdum. İmam Cəfər Sadiq əleyhissalamın elmi barəsində. Dedim, sənin ustadındır. Onun elmi barəsində mənə nə deyə bilərsən? Deyir, Əbu Hənifə mənə dedi ki, zamanımızda istisnasız olaraq o elmi rütbədə ikinci bir şəxsiyyət yoxdur. Onun elminə yaxından, uzaqdan kiminsə yaxınlaşması mümkün deyil. O qədər çox elmlidir ki, biz deyir, uşaq müəlliminin qarşısında diz vurub oturduğu kimi onun dərslərində oturardıq və bir misalı da çəkdi. Dedim, Mənsurun zamanında ki, o dövrün Əbbasilərin ən zalim xəlifələrindən idi. Allah bütün zalimlərə də lənət eləsin. Mənsur istədi ki, İmam Sadiq əleyhissalamı öz düşüncəsinə görə xar eləsin. Bir elmi müzakirəli bir məclis təşkil elədi və tapşırdı o dövrün alimlərinə ki, bütün Bağdadın ən savadlı alimlərini ora cəlb eləsinlər. İstəyirdi ki, çoxlu suallar versinlər. İmam Sadiq əleyhissalam hansısa bir suala cavab tapa bilməyəndə bu güya öz düşüncəsinə görə İmam Sadiq əleyhissalamı məğlub eləmiş bir duruma düşsün. Əbu Hənifə deyir ki, bizə öncədən tapşırmışdı Mənsur ki, çətin suallar hazırlayın. Biz ən çətin suallar ki, İslamda o suallara çoxlu araşdırmaya ehtiyacı olan suallar idi, hazırlamışdıq. Və biz başladıq sualları İmam Sadiq əleyhissalama verməyə o məclisin içində. Deyir, Həzrətə hansı sualı verdik? O sualın cavabında Həzrət buyurdu ki, Bağdad alimlərinin nəzəri bu məsələdə, Kufə alimlərinin nəzəri bu məsələdə budur. Mədinə alimlərinin nəzəri bu məsələdə budur. Amma mənim şəxsi nəzərim budur. Əbu Hənifə deyir ki, bəzi hallarda 3 nəzərdə üst-üstə düşürdü. Bəzi hallarda görürdük ağanın nəzəri o biri alimlərin nəzərindən fərqlidir və əsaslandırmaları ilə görürdük ki, ağanın nəzəri bu nəzərlərdən üstündür. Bu deyir, bu şəxsin elmi dərəcəsinin göstəricisidir ki, tək öz elmi, öz istinadları ilə deyil, bütün zamanının alimlərinin bu məsələyə baxışını əzbər bilirdi.
Heç birində axtarış aparmadan, tərəddüd etmədən hamısını cavablandıra bilirdi. O Həzrətin elmi barəsində ki, kifayət qədər məsələlər var danışılası və o Həzrətin təqvası barəsində bir nümunə mən istəyirəm deyim. Malik ibn Ənəs, Maliki məzhəbinin rəisidir. Deyir, mən o Həzrətlə həcc səfərinə getmişdim. Yol boyu deyir, hər vaxt Peyğəmbərin adı çəkilirdi. Mən görürdüm, rəngi saralırdı o Həzrətin, İmam Sadiq əleyhissalamın. Soruşurdum ki, niyə sənin rəngin belə saralır? Deyirdi, çünki sən bəşərin elə bir şəxsiyyətinin adını çəkirsən ki, onun adı gələrkən insan ruhunda, cismində bir dəyişiklik hiss etməməsi mümkün deyil. Bu yolu qoyublar bizə ki, ən azı budur da o Həzrətin adı gələrkən ona bir salavat çevrilməlidir. Adı zikr olunarkən insanlar bir hiss eləməlidir, məscid bir hiss eləməlidir ki, o Həzrətin adı çəkilsin. O Həzrətin adını belə sadə çəkib keçmək o Həzrətə qarşı ehtiramsızlıqdır və Həzrətin özündən hədis var ki, adım çəkilərkən salavat gətirməyən insanlar paxıl insanlardır. Bu da mütləq nəzərdə saxlanılmalı bir məsələdir. Deyir, biz elə ki, çatdıq həccə, ehram ki, bağladıq əynimizə. İndi lazımdır ehram bağlayandan sonra o zikirlər, o təkbirlər deyilsin. Ləbbeyk, Allahümmə ləbbeyk. Deyir, mən gördüm ki, imamın bədəni əsir, titriyir, rəngi qaçıb. Həzrət demir bu zikirləri, qalıb, donub, doruxub. Deyir, mən soruşdum ki, ağa, ustad, niyə bu hala düşdün sən? Elə bilirsən, asandır Allahın müqabilində gəlib durub, ləbbeyk Allahümmə ləbbeyk demək. Ləbbeykin mənası budur ki, Allah, mən hazıram sənin müqabilində. Sənin əmirlərinə mən baş üstə deyirəm. Deyir, mən qorxuram, mən deyəm ləbbeyk Allahümmə ləbbeyk, səda gələr la ləbbeykə və la sədeyk. Birdən mənə cavab gəldi ki, sənin ləbbeykini biz qəbul eləmədik. Mən qorxuram, istəyirəm ki, o məsuliyyətlə bu sözü deyim. Və bizim hamımız üçün bir ibrətdir, bir dərsdir ki, insan namaza durub təkbir deyəndə özü bir ləbbeykdir. Ya məsələn, həccə gedər deyər ləbbeyk, bu bir ləbbeykdir və hər hansı bir halı ilə insan Allaha ibadət edərkən bunu belə rahatçılıqla etməməlidir. Yəni, elə mən gəlmişəm, durmuşam, Allahla danışıram, elə hər kimlə danışdığım halı ilə insan Allahla danışmamalıdır. Özündə bir məsuliyyət duymalıdır, özündə bir həyəcan hiss etməlidir ki, aləmlərin yaradanın müqabilində dayanıb. Ki, Həzrət İmam Sadiq əleyhissalam bu günlər şəhadət günləridir. Allahdan istəyirik, təmənna edirik ki, o Həzrətin dünyada o məzlumanə bəqidəki qəbri şərifinin ziyarətin və üqbada, axirətdə o Həzrətin şəfaətin bizlərə nəsib eləsin inşallah.